Diqqətlə bura qulaq. Baxın, ümumiyyətlə biz passive voice-u düzəldəndə məhsulun Azərbaycan desək, məhsul növü düzəldəndə birinci növbədə biz to be-nin formalarından istifadə etməliyik. To be-nin ilk zaman forması nədir? Am, is, are. Keçmiş zaman forması. Was, were. Gələcək zaman forması. Will be. Düzdür? Bitmişdə ki, have been, has been, had been olur. Və birincisi onu yadda saxlayın ki, məhsul növə çevirirsinizsə cümlənizi, mütləq o cümlədə to be-nin forması olmalıdır. Üstəgəl, feilin üçüncü forması. Nə deməkdir feilin üçüncü forması? Bax, tutalım, see nədir? Görmək. Bu birinci forması. Onun ikinci forması nədir? Son. Üçüncü forması nədir? See. İndi sən məhsul növə çevirəndə cümləni qaydalıdırsa, o heç id ala biləcəksən feildə. Qaydasızdırsa, to be-nin forması üstəgəl, bu kökündən dəyişən feildən üçüncü formasına istifadə edəcəksən. Və biz hansı cümlələri passive voice-a çevirək, bilərik biləndə ona diqqətlə qulaq asın. Tamamlığı, birincisi cümlənin əsas feili olmalıdır və əsas feildən də sonra tamamlıq olmalıdır ki, biz onu passive voice-a çevirək. Nə deməkdir bu? Bax, misal üçün deyirəm ki, she arrived. Nə deyək? Deyək ki, she arrived, deyək ki, at, nə deyək? Deyək ki, at the village. O kəndə çatdı. Bax. İndi gəlin bu cümləni passive voice-a çevirək. Birinci təhlil edək. Rəng nə etdi? Çatdı. Kim? O, hara çatdı? Kəndə. Bu cümlədə tamamlıq gördünüz? Var tamamlıq? Yoxdur. Kəndə hansısı olacaq verir? Hara? Kəndə. Bu nədir? Yer zərfidir. Deməli, sən görürsən ki, sənin feilin var olmağına, amma feildən sonra tamamlığın yoxdursa, sən o cümləni çökürün. İndi sizə düşəcək necə testlər? Deyir ki, choose the sentence which can change into the passive voice və ya da cannot change. Dəyişə bilən və ya da dəyişə bilməyən. Passive voice-a çevrilə bilən və ya da çevrilə bilməyən cümlələri seçin. Sən də baxacaqsan, gör sənin cümlədə feilin varmı və feildən sonra tamamlığın varmı? Varsa çevrilir, yoxdursa çevrilir. Misal üçün, bu cümləni biz çevirə bilmərik. Niyə? Çünki tamamlığımız yoxdur. Və da deyirəm ki, bax, she is, nə deyək? She is late. For, deyək ki, nə? For the lessons. Dərslərə gecikir. Bax, for the lessons. Hə. Deyirəm ki, bu cümləni passive voice-a çevirir. Çevirə bilərsiniz bu cümləni. Niyə? Niyə çevirirsiniz? Heç bu cümlədə feil yoxdur. Feil yoxdur bu cümlədə. Late nədir? Deyə bilərsiniz, late nədir? Late öyrənmişdik. Həm sifət, həm səhvdir. Late feil deyir ki, sadəcə o biz öz dilimizə tərcümə edə deyirik ki, to be late gecikmək. Azərbaycanca çevirəndə gecikmək kimi tərcümə olunur, feil kimi. Amma əslində, to be ilə istifadə olunan ifadələr var. Misal, to be late, to be afraid. Afraid nədir? Qorxmaq. O əslində afraid orada feil deyil. Feil deyil, o sifətdir. Və yaxud da to be exhausted. Nə deməkdir to be exhausted? Yorulmaq. To be tired nədir? Yorulmaq. Onlar var ha, exhausteddir, tireddir, exciteddir, nə biləm, late'dir. Bunlar əslində feil deyil. Sizə əgər cümlə düşsə və desə ki, hansı cümlə passive voice-a çevrilə bilməz, bunları götürürsünüz. Niyə? Çünki bunlar feil deyil. Feili olmayan, tamamlığı olmayan cümlə passive voice-a çevrilmiş. Yadda qalar? Hansı cümlə passive voice-a çevrilmiş? Feili və tamamlığı oldu. Feil üstəgəl tamamlığın yoxdursa, sən o cümlə passive voice-a çevirə bilmərsən. Yadda qalar? Yaxşı. İndi gəldiyi zamanlar üzrə cümlələri passive voice-a çevirməyə. Deyirəm ki, bax, nə deyək ki? Deyirəm ki, she invites, deyək ki, her friends, to the party. Hə, indi gəlin baxaq. Birincisi bu cümlənin zamanını deyincəm. Hansı zamanda bu cümlə? Hansı zamanda? İndiki sadə. Ay sağ ol. Nədən bildim? Feilinə baxdığında düzü invite burada indiki sadədədir. Deməli, cümlən əgər ilki sadə zamandadırsa, tez sən neynəməlisən, fikirləşməlisən ki, mən burada passive voice-a çevirəndə əmzardan istifadə eləməliyəm. Bundan üstə gəldə bu invite feilini neynəməliyəm, üçüncü formasını tapmalıyam. Deməli, bu cümləni passive voice-a çevirəndə biz neyinirik? Məlum növün mübtədasını atırıq. Niyə görə deyil bizə tamamlıq lazımdır? Çünki tamamlığı, məlum növün tamamlığını məhsulun mübtədasının yerinə qoyacaq. Burada mübtədalar dəyişəcək. Bax, deyirəm ki, o dostlarını partiya dəvət edir. İndi demək istəyirəm ki,
onun dostları partiya dəvət olunur. Neyinəcək? Feildən sonra gələn bu her friend sözünü gətirəcəksiniz cümlənin başına. Gətirdik. Mübtədanı dəyişəcəksiniz. Bax, məlumu məhsula çevirəndə məlumu mübtədasını atıb she, her olmayıb, budur. Her friends gətirmişsən sən. Her friends gəlir cümlənin əvvəlinə. Gətirdik. Düzdür? Sonra neyinəcək? Sonra mən məhsul və çevrəndə dedim mütləq to be forması olmalıdır orada. And, is, are. Bunlardan hansı biri seçəcəm? Abla neyiz? Friends cəmdədirsə, burada üçün mübtədalar dəyişirlər. Sən to be-ni seçəndə buna baxıb seçmirsən, qabağa gətirdiyi mübtədəyə görə götürürsən. Friends cəmdədirsə nə olacaq? Are. İnvayt necə feildir? Qaydalıdır, qaydasızdır? Qaydalı. Qaydalar necə olacaq? İdi ilə olacaq. Deyəcəksən ki, invited, baxın, invited to the party. Əgər istəsən, məlum növün mübtədası məhsul növdə verə bilərsən. Amma necə verirsən? By ilə verirsən, amma by she deyə bilərik, by she. By nədir? Söz önədir. Biz demişdik ki, söz önlərindən sonra nə gəlirdi? Obyekt əvəzliyə, obyekt. Nə olacaq burada? Olacaq by her. Bildiniz? By her. By her opsiyonel sayılır. Yəni bizi istəyir. Bəli, o əslində verə də bilərsən, verməyə də bilərsən. Nə olur? Hə, yaxşı. Yaxşı, indi diqqətlə qulasın. Başqa bir nümunə deyirəm. Bura dərsə qulasın. Dərsə, başqa bir nümunə deyirəm. Bax, deyirəm ki, they. Neyinirlər onlar? Deyək ki, onlar, they buy, nə deyək? New, deyək ki, house. House deyək ki, nə bilimi, once a year, ildə bir dəfə bilim alırlar. İndi bulasın. Nə edirik? Cümləyə baxırıq. Var bu cümlədə tamamlıq? Var. Var bu sənin mübtədandır. Bu sənin feilindir, xəbərindir. Bu bir yerdə götürüləcəkdir. Təyini ayırmıram. En-new house tamamlıq qabağındakı təyindən bir yerdə götürülür. İndi eləyəcək? En-new house-u gətirəcək cümlənin əvvəlinə. Gətirdik. En-new, nə? House. Is being. House. Yəni, gözlə. Sonra baxırıq baya. Bay hansı zamandadır? Hansı zamandadır? Indiki. Present simple. İndiki zamandadırsa to be-nin hansı formasından istifadə edəcəm? And, is, are. Bunlardan birini götürməliyəm. House-la hansı işlənir? Hansı işlənir? Is. Is. Bayın üçüncü forması nədir? Both. Bəli. Is, both. İndi mən burada məlumu mübtədasını da vermək istəyirəm. Necə verəcəm? By, nə deyəcəm? By deyəcəm. By dem olacaq. Niyə ar olsun ki? Sən burada mübtədanı təkdədir axı, house. Sən house-a baxırsan, deyə baxmırsan ki, mübtədaları dəyişirsən sən. Mübtəda dəyişəndə artıq sən bura qabağa gətirdiyin sözə görə seçirsən to be formasını. Buna görə seçmirsən. Başa düşdünüz? İndiki zamanda necə oldu? And, is, are, üstə gəl feili, üçüncü forması. Qaydalısa necə olur? Nadir? Qaydasızsa üçüncü forma. O vermişdim. Əzbərləməyə. Bunları əzbərləməlisiniz. İndiki sadə zamanı bildiniz. Keçmiş sadə zamanı. Gəldim keçmiş sadəyə. Keçmiş sadədə was, sonra nə deyəcəm? Verb, üstə gəl, participle to, bunu feildən istifadə edəcək. İndi başqa bir dənə nümunə deyirəm bura, diqqətdən qulasın. Deyirəm ki, bax, nə deyək? Deyək ki, him, sonra nə deyək? Deyək ki, took. He took us, aha, bura qalsın bilirsən, to deyək ki, park, to the park. Hə, deməli, bu cümlənin mübtədası hansıdır? Him. Xəbəri hansıdır? Took. Tamamlığımız hansıdır? Tamamlığımız hansıdır burada? As, bəli. Bu da bizim nəyimizdir? Yer zərfimizdir. Bu bizə lazım deyil. Bizə əsas bunlar lazımdır. Tamamlıq, feil. İndi siz burada görürsünüz ki, sizin tamamlığınız, tarih başı qaldı dərsə qulasın. Sizin tamamlığınız nədir? Obyekt əvəzinə ifadə olunur. Düzdür. Bir dənə bir şey yadda saxlayın. Gördünüz ki, sizin tamamlığınız obyekt əvəzinə ifadə olunursa, siz onu, ayən dərsə qulasın, siz onu məhcul növə çevirəndə obyektə adlığa çevirəcəksiniz. Obyekt əvəzini adlıq əvəzinə çevirəcəksiniz. Nə deməkdir? Bax, tutalım ki, burada asdırsa, as nəyə çevriləcək? Viyə. Viyə. Bəs burada mi olsaydı,
Nəyə çevirəcəkdik? Ay. Aya. Bəs him olsaydı, Hi. him olsaydı hi. Her olsaydı nəyə çevirəcəkdik? Şiyə. Bəs dem olsaydı nəyə çevirəcəkdik? Deyil. Deyə. Bəli. Elə bir ki, sizin əgər tamamlığınız obyekt əvəzinə ifadə olunursa, siz onun məhsulun mübtədasını yerinə çevirəndə onu aldığa çevirməlisiniz. Çevirin biyə. Sonra tut hansı zamandadır dedik? Keçmiş. Keçmişdə dedik nə olacaq? Ya boz olacaq ya da bör. İndi buna boz işlənər, bör işlənər. Bör. Çünki bir cəmlədir, bəli. Bör. Bəs tukun üçüncü forması nədir? Taken. Bəli. Bax deyəcəm ki, we were taken to the park by him. By him. By him'i yazmasan da olur. Bəli, yazmasan da olur. O bir səsəni necə çaşdıra bilərlər? Bax, bir dənə diqqətlə qulaq asın. Onu bax, belə verə bilərlər, çaşdırmaq üçün. Testdə bəzən olacaq. Misal, bu cümlənin axırı. Yazır ki, misal, yox. Bax, misal, yazır orada by me. By me yazır bu cümlədə. Bax, bu səhvdir. Niyə səhvdir bu? Çünki by me o deməkdir ki, sənin deməli mübtədən ay olub ki, sən burada by me deyirsən. Axı, sənin mübtədən ay deyil, bidir. Bu cür çaşdır. Cümləni düppədüz verir. Axırda bay verir, başqa bir obyekt əvəzi, başqa bir şəxsin qoyuluğunda. Orada sən fikir verməlisən. Gör, əgər baydan sonra gələn şəxsinlə sənin məlum növlü cümlənin şəxsi eynidirsə, düzdür. Fərqlidirsə, səhvdir. Misal üçün, burada səhvdir. Bay him olmalıydı burada. Bildiniz, bu cür çaşdırılır. Hə? Hələ deyəniz zamanlar üzrə var. Bu keçmiş zamanda necə oldu dedik? Necə oldu? Was, were, fe'lin üçüncü forması. Cümlədə əgər tamamlığımız obyekt əvəzinə ifadə olunursa, biz onun məhsulunu və çevirəndə neyinirik? Adlığa çeviririk. Meydirsə, aya çeviririk. Hemdirsə, hiyə. Nə bileyim, demdirsə, deyə çeviririk. Bunları yadda saxlayın. Sonra gəldik, gələcək zamana. Gələcək zamana diqqət edin. Gələcək zamanda necə olur? Misal üçün, deyirəm, she will buy. New, nə deyək? Phone deyək. Phone. Yeni telefon alacaq. Baxın. Gələcək zamana çevirəndə neyinirsiniz? Baxın, will, be, üstəgəl yenə də. Bütün zamanlarda fe'l üçüncü formaya keçməlidir. Bütün zamanlarda. Fərqi yoxdur, indiki, keçmiş, davam edici, hamısında fe'li dəyişməlisiniz. Gəlin indi bunu dəyişin. Neyiniyəcəksiniz? Yox. Birinci neyini? Tamamlığı, məlumun tamamlığını tapırsınız. Hansı da fe'ldən sonra gələn. New phone gəlir cümlənin əvvəlinə. Gəldi. New phone gəldi cümlənin əvvəlinə. Sonra zamanınıza baxın. Hansı zamanda? Will buy. Düzdür, will buy zamanda gələcək. Gələcəkdə necə olacaq? Olacaq. Will be. Buy'ın üçüncü forması bought. I saw. Buy bought. Hə. Burada buy him deyəcəm. Yoxsa necə deyəcəm? Belə birisi düşmək lazım. Buy her. Niyə səhvdir? Çünki sənin mübtədən she'dir. She'nin də obyekt əvəzi nə olur? Her olur. Burada olacaq her. Bildiniz? Gələcək zamanda necə oldu? Will be, üstə gəl, fe'lin üçüncü forması. Və yaxud da past participle olur. Şəl olur, istifadə olunmadı nə olur? Aynen bilir işləmir. Ay bilir işləmir. İşləmir. Bir bütün şəxslər işləmir. Hə. Bax. Bildiniz bunu. Gələcək zamanda necə oldu? Necə oldu? Will be oldu. Yaş birini də verirəm gələcək zamanda. Birini də verirəm. Bax. Deyirəm ki, I will get you clean, I will clean my room. Mən otağımı təmizləyəcəm, indi deyirəm otağım təmizlənəcək. Neyəcəksiniz? Yenə də my room gəlir cümlənin gəldi. Ay sağ ol. Hansı zamandadır? Ben clean sözünü səhv yazmışam. Buna da normaldır. Hə. Hansı zamandadır? Gələcək zaman. Düzdür. Necə olacaq? Olacaq. Will be. Clean necə fe'ldir? Qaydalı, qaydasız. Qaydalı. Necə olur? Ged o qaydasızlar əzbərləməkdir. Clean olacaq. Clean olacaq. Hə, 100%. Hə. Soruşun deyin. Buna nə olacaq? By me olacaq. By me. Bildiniz? Soruşun deyin. Dayandıram mən soruşum. Həqiqətən deyirəm, mən soruşun. Soruşacağım, yaxşı. Qolunu izah edin, qutarım, soruşacağım. Yaxşı. İndi qulaq asın. Gəldik davam etçi zamana. Davam etçi zaman. Bax, diqqət et. Bir davam etçi qaldı, bir də bitmiş zamanlar qaldı. Onu da deyim, diqqətlə qulaq asın. Sonra milyon da səhvlə gəlin üstümə. Hamının diqqəti burada olsun. Deməli, diqqətlə qulaq assaz, qeydlərinizi götürsəz, o qədər səhvli çıxmaz. Gəlin davam etçi zamana. Bax, deyirəm ki, sakit olun. She, deyək ki, she's writing, deyək ki, nə yazır indi? Esse yazır indi. İnşallah. Ümumiyyətlə, indiki davam etçi zamanı
məhdud növə çevirəndə Nadir başını qaldır. İndiki davam etdiyi zaman məhdud növə çevirəndə an, is, are, üstə gəl being olmalıdır. Yenə də feilimiz neçənci formada olmalıdır? Ya belə yazırsınız ya da verb 3 deyək də, verb 3. Feilimiz 3-cü formada olmalıdır. Nə zaman? Əgər bizim cümləmiz davam etdiyi zamanda olarsa. Gəlin yenə də baxaq. Burada bizim tamamlamamız hansıdır? An essay. Gəlir cümlənin əvvəlinə. Gətirdik. An essay. Gəlir cümlənin əvvəlinə. Essay təklədir də. Ona görə yenə də is istifadə edəcəyik. Is gətirdik. Writing davam etdiyi zamandadır. Düzdürmü? Deməli biz nə edəcəyik? Be-yə ayıncı artıracağıq. Olacaq. Be. Writing 3-cü forması nədir? Nədir 3-cü forması? Written. Wrote 2-ci formasıdır. 2-ci forması da written olacaq. Written, write, wrote, written da budur. Gedin əzbərləyin də. Write, wrote, written. 3-cü formasından istifadə edəcəyik. Bildiniz, by her olacaq burada. By her. Yaxşı, bir dənə də cümlə yazıram. Deyirəm ki. He is, nə deyək? He is painting the walls. The walls. Çevirin görün. The walls neydir? Gəlir cümlənin əvvəlinə. Gəldi. Abla iz nədir? Walls cəmdədir. Walls cəmdədir. Are being Hansı zamanda present tense olacaq? Are being painted. Necə fe'li? Qaydalı, qaydasız. Qaydalı. Deyəcəksiniz painted. Baxın painted. Neyinir? Divarlar rənglənir. By olacaq. Bildiniz? Yadda qalar. Keçmiş davam etdiyi zamanda eyni bu cümlədə. Bax, keçmiş davam etdiyi zamanda sadəcə domine forması dəyişir. Burada bu indiki davam etdiyi zaman. Keçmişdə də was olanda, was. Deyirəm ki, he was painting the walls. Çevrəndə də nə deyəcək? Bu olacaq burada gör. Eyni şeydir ha. Keçmiş davam etdiyi, indiki davam etdiyi sadəcə də domine formalar fərqlidir. Qayda eyni qaydadır. Keçmiş davam etdiyi zamanda da yenə də was və been deyəcəksiniz. Bildiniz? Və gəldim bitmiş zamana. Bitmişləri də izah edirəm, sonra bir iki dənə nümunə test verirəm, ondan sonra yekunlaşdırırım. Deməli, bitmiş zaman necə olur? Bitmiş zaman laf asandır. Niyə? Çünki zaten elə indiki bitmiş zaman feil 3-cü forması işlədir. O gün feili dəyişməyəcəksən. Feil olduğu kimi qalacaq. Bircə dənə nə edirsiniz? Have, has, had, been əlavə edirsiniz, sonra feili yazırsınız. Been, sonra feil. Baxın, misal üçün deyirəm ki, she has, deyək ki, she has bought, nə deyək ki, a lot of books. She has a lot of books. Bəli, a lot of books gəlir cümlənin əvvəlinə. Gətirdik. A lot of books gəlir cümlənin əvvəlinə. Sonra nə olacaq? Sonra baxırıq, görürük ki, bizim zamanımız hansı zamandadır? Hansı zamandadır? İndiki bitmiş. İndiki bitmiş. Hər həz olanda indiki bitmiş olur. İndi mən burada have yazaram, yoxsa has yazaram? have. Çünki book sözü cəmdədir. Cəmdədirsə have deyəcəm. Passive voice çevirirəmsə mütləq bindən istifadə etməliyəm. Mütləq bin. Feili də elə zaten bought elə dəyişir. Olsa bitmiş zamanda biz feili 3-cü formasını istifadə edirik. Ona görə nə olacaq? Olacaq bought by her. Da deyə bilərsiniz, deməli. Bu ikidə işlədir, bu üç. Necə? Nə? İkiniz də izdə işlədir, üçünüz də izdə. 3. Elə ikisindən 2-nin üçünü Bu indiki etmişler. Yox, indi Bəli. üçdə işlədəcək. Bir dənə binə artıracaq. Hə. Bildiniz? Yaxşı. İndi qulaqsın. Keçmiş bitmişdə də həll olacaq da, o da rahatdır. Keçmiş bitmişdə. Baxın. Tutam deyirəm ki, bax. She had. Nə deyək? Deyək ki, hə. She had read. Read bilirsiniz də? Read. Üç forması üçü də eyni olur. Read. Deyək ki, this book. Çevirin görün buna. Necə çevirəsiniz? This book gəlir buna. This book nə olacaq? Had been deyəcəksiniz. Dedim, bitmiş zamanlarda mütləq bindən istifadə edilir. Read'in də elə 3-cü forması olur, written. Read dash, eyni forması. Bildiniz? Yaxşı, bir-iki dənə nümunə deyəcəm, görmələ onları tapa biləcəksiniz mən. Yaxşı, deyin görün. He cut his finger. His finger. Çevirin görün. His finger. Ne olur ki? Müfədən xəbəri tamam. Is being. İndi qulaqsın, diqqətən bura qulaqsın. Tamam, bunu yazmaqda məqsədim var. Diqqətən bura qulaqsın. Katı S'den yazmamış
ki Bizim bəzi feillərimiz var ki, daha doğrusu ingiliscə bəzi feillər var ki, onların keçmişi ilə indiki zamanda Kat, 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 read, read, read. katdır, şatdır, nə bilim, lekdir, readdir. Bunlar keçmişdə də indiki zamanda da eyni formada olur. Bəs biz bunların keçmiş yoxsa indiki zaman olmasını necə bilirik? Mehdə. Biz. Necə bilirik? Nə var? Əgər bu feil mübtədası təkdədirsə, es qəbul edirsə indiki zamandır, etmirsə keçmişdir. İndi burada kat hansı zamandadır? Keçmiş. Keçmiş. İndiki zaman olsa necə olacaq? Kat olacaq da. Ona görə mən burada nə deyəcəm? Deyəcəm, was cut. Was cut deyəcəm. Bildiniz, özü bilin ki, bəzən ancaq testlərsə was been verəcəm. Çox məntiqsiz qaydadır amma qəşəng. Bin ancaq həf hərflə. we cut desə indi hansını biləcək? İndi Hə? zamanı. Yox, orada ki, sən verməyəcəklər. Orada heç vaxt ikisini verə bilməzsən. O ancaq deyirəm də sizə Çox məntiqsiz qaydadır amma qəşəng. Sənin məntiqli. Niyə məntiqsiz şey? Neyini verir, yüzü verir. Bilirlər Mehdinin IQ yüksəkdir. Yaş gəldi testlərə. Taliyə bu qədər var. Qulasın. Diqqətlə bura qulasın. İlkilər test nümunəsinə Durun bax. istəyirdim. Hamının diqqəti burada olsun. Bax. Deməli, nədir burada? Element of money. Deməli, neyi Element yiyəcək? of Bax, sənin məlum növünün cümlənin mübtədası şidir. Şi nə başlaya bilər? C ilə D-ni getir, deyəcəklər. Y. Sphinx hansı zamandadır? İndiki. İndiki sadə. Deməli, nə olmalı B burada? çıxır. Ən, is, ar. Əmzadan A da olmalıdır. Element of money tək olduğuna görə izləyəcəksiniz. A getdi, həz olmaz, çünki cümlədə həz B də olmaz. getdi, boz. B getdi, boz olmaz. Deməli, cavab nə qalır? Y variantı. Is. Bildiniz? Yaxşı, başqa. Hər zamana aid bir nümunə deyəcəm. İndi qulasın, bir dəqiqə gözləyin deyəcəm. Bende zaman yok. Hı? Yox, deyəsən. Yəqin ki, deyəcəm. Hə, Sami. gəlin bura baxaq, bura. Hə. Aha, bunu yadımdan çıxdı sizə demək şeydir, iki tamamlığı olan. Burada iki dənə tamamlığı var. Bir miydi, bir də deyil. İkisindən də istifadə edə İkisi də olar. Baxın, cümlədə bax, bu the boss bizim mübtədamız, should bizim nəyimizsə feilimiz, me də tamamlıqdır, then you can, ikisindən də istifadə edə bilərsiniz. Hansı biri, əgər seçim olsa, ikisini də götürürsünüz. Yox, əgər, indi bax, misal üçün, burada mən me-ni aya çevirir də yaza bilərəm. Və yaxud da then you computer-də gətirə bilərəm qabağa. Əgər cümlədə iki dənə tamamlıq olsa, iki tamamlıq, hər ikisini istifadə etmək olar. Amma düzgün şəkildə olmalı. Baxaq. Bax, the new computer is shown to me. Deyə bilərikmi? Xeyr. Niyə? Çünki Çünki boz. show burada keçmiş zamandır. İz olmaz burada. Boz olsaydı düz olardı. Ümumiyyətlə cümlədə hər həs var. Var həs. İndiki bitmiş zamanda sizin xəbəriniz. Xeyr, keçmiş sadə zaman. Oraya həvi də çıxdı. Show keçmiş zaman düzdür. Əminə deyirəm ki burada. Deyə bilərəm, yox, boz olmalıydı. Cavab burada D variantıdır. Fikir verin D. Bəs yeniyə görə ola bilməz. Yeni səhnədə bozla bin olmaz, bin olmaz. Bildiniz? Bin olmaz. Bəli. Amma indi gəlin bura baxaq. Burada da iki dənə tamamlığımız var. Bax. Burada ay bizim mübtədamız, ask bizim xəbərimiz, some question bizim tamamlığımız, bu da bizim tamamlığımız. İkisindən də istifadə edə bilərik. Gəlin baxaq. Ya some question-dan başlayacaq cümlə, ya da David-dən başlayacaq. İkisindən birindən başlaya bilər, ya da hər ikisindən başlaya bilər. Amma ayla başlaya bilməz. Bir getdən, düzdür, az hansı zamandadır? 2 ilə 3. Demək, nə olacaq burada? Bozdur. İndi bulasın. 2 3. Nə olacaq? 2 dan bay. Kim 4-ü səhvini deyər? Bay Ben David de- tərsinə. Bay David Bay olmaz. David olması üçün gərək sənin burada mübtədan David olardı. Bildiniz? Dedim axı deyərlər, bayda, mütləq. Buyur lan. Orada bayda olan şəxslə məlum mübtədası eyni olmalıdır, eyni. Evet. Başa düşdünüz? Şimdi size bir şey diyeceğim. Berdan telefon çəkmədi. Yalan. Yox, mən çəkmədim. Fazla bildir. Çəkirəm. Niyə oyun bozardı? Saç- Mən zarahat Niyə oyun bozardı? Elə ki. Sakit, hey. Mehdi, saç dolu. YouTube atasınla. Gəldi bura. Takip edin. Gəldi bura. Cümlə hansı zaman? Birinci baxaq. Hər C- var, hər C- bir var. Instruction gəlir cümlənin əvvəlinə. Ona görə C Həzbin gəlir. getdi. Hansı zamandadır cümləmiz? Hansı zamandadır? Həz. İndiki bitmiş, sakin olun. İndiki bitmiş zaman. Demək nə olacaq? Həvbin ya da həzbin. Qabağa gətirəcəyimiz söz cəmdə olduğuna görə həz yox, həv deməliyəm. Ona görə mən burada bax, B. A variantını çıxıram. Keçmiş deyil. Çünki bu həd deyil. Həd olsaydı A-nı götürə bilərdim. Keçmişdi. B düzdür. D variantı səhvdir çünki zaman düz verilir. Were yox, have olmalıydı burada.
Y variantında da bin Bin olmadığına yox. görə səhvdir. Bin. Bildiniz? Hazırdır. Hə. Görüşürüz.